Müasir dövrün səssiz pandemiyası artıq çəkir. Dünya üzrə milyonlarla insan bu problemdən əziyyət çəkir. Biz birlikdə güclüyük devizi altında tək qeyri-hökumət təşkilatları deyil, eyni zamanda digər ixtisas həkimləri ilə birlikdə artıq çəkinin fəsadları və düzgün həyat tərzi adlı geniş miqyaslı bir layihə həyata keçirmək planlaşdırırıq. Bizim layihənin əsas məqsədi gələcəyimiz olan orta məktəb şagirdlərindən və ali təhsil müəssisəsində olan tələbələrlə birlikdə bu proqramda aktiv iştirak etməkdir. İnsan sağlamlığı üçün ən əsas düzgün həyat tərzi ümumi 50-55% təşkil edir. İrsiyyət 20%, digər ekoloji mühit amillər isə 20-25% təşkil edir. Səhiyyənin düzgün təşkili isə 20% təşkil edir. Demək, əsas olaraq insanın düzgün seçimi düzgün həyat tərzidir. Həyat keyfiyyəti, sağlamlıq, psixoloji vəziyyət hamısı təhlükə altındadır. Piyələnmə bugün dünyanın ən ciddi ictimai sağlamlıq problemlərindən biridir. Piyələnmə əsrimizin bəlasıdır. Qısa olaraq xronika vermək istəyirəm. Qeyri-infeksiyon xəstəliklər sırasında artıq piyələnmə səssiz epidemiya adını almaqdadır. Nədən? Bugün günümüzdə dünya əhalisinin 1 milyarddan çoxu piyələnmə xəstəliyindən əziyyət çəkir. Bugün dünyada 1,4 milyarddan çox ikinci tip şəkərli diabet və diabetdən əziyyət çəkən insanlar var. Və unutmamalıyıq ki, hər 3 piyələnmədən əziyyət çəkib yanaşı olaraq şəkərli diabetdən əziyyət çəkən pasientlərin biri eyni zamanda ürək-damar sistemi xəstəliklərinə əziyyət çəkir. Mənim üçün çətindir danışmaq. Amma istəyərdim ki, danışım ki, hamı bilsin də bu köhnə necə bir əziyyətli bir şey deyil. Hələ bundan da artıq kök olmuşam. 125 üstü olmuşam. Məsələn, mən düzgün qidalanmıram. Əvvəllər çox hər gün fast food yeməklər yeyirdim. Məsələn, gündə 2 litr kola içirdim hər gün. Hamımızın çox sevdiyimiz milli mətbəximiz çox təəssüf ki, biz həkimlərin sağlam qidalanma rejimi dediyimiz rejimlə çox da uyğun gəlmir. Çox ləzzətli mətbəximiz var. Mən qəbul edirəm. Mən özüm də çox sevirəm. Amma təəssüf ki, bizim artıq mətbəximizdə də düşünürəm ki, müəyyən dəyişikliklər etmək məcburiyyətindəyik. Çünki artıq bugün dünyada xüsusilə inkişaf etmiş ölkələrdə insanın orta ömrü 80 ilin üzərindədir. Və 80 il yaşayan və ya 80-dən daha çox yaşayan insanlar da ömrünün sonuna qədər ola bildiyincə sağlam və ola bildiyi qədər aktiv yaşayırlar. Mən düşünürəm ki, biz Azərbaycanlılar da bunu bacara bilərik. Qidalanmamızda müəyyən dəyişikliklər etməmiz bunun vacib şərtlərindən biridir. 1990-cı ildən bəri böyüklər arasında piyələnmə halları 2 dəfədən çox, 5-19 yaş arası uşaqlar və yeniyetmələr arasında isə 4 dəfə artıb. Piyələnmə dünya üzrə epidemik səviyyəyə çatıb. Hər il ən azı 2,8 milyon insan artıq çəki və piyələnmə nəticəsində həyatını itirir. Bu təkcə şəxsi məsələ deyil, bu ictimai səhiyyə böhranıdır. Uşaqlıq vaxtında fast fooda, qazlı içkiyə çox meyillilik var idi. Amma ki, ümumiyyətlə, keçmişdə uşaq vaxtında arıq idim. Sadəcə məktəb vaxtında nəsə oldu, birdən-birə dəyişikliklər, orqanizmdə, bədəndə dəyişikliklər və birdən-birə başladım kökəlməyə. Və hərəkətsizlik, bunlar hamısı bir-birini toplarlayanda artıq çəkiyə gətirdi, çartdı. Bəli, piyələnmənin olmasında bir çox faktorlar var ki, bu faktorların birində genetik faktorlardır. Yəni, bugün təəssüf hissi ilə qeyd edirəm ki, ailə üzvlərinin, ata və yaxud da ananın birinin piyələnmədən və yaxud da ikinci tip şəkərli diabetdən əziyyət çəkməsi övladlarının 40%-dən daha çox, yəni 2 övladı varsa onlardan birinin də eyni zamanda piyələnmədən əziyyət çəkməsinə gətirib çıxarda bilir. Yəni, sağlam ailə həyatının formalaşdırılması, gələcək nəsillərin də sağlam olmasına gətirib çıxardan ən önəmli faktorlardan biridir. İkinci əsas faktorlarımız isə İstər məktəbdə, istər məktəbə qədər dövrdə, istər isə evdə övladlarımızın sağlam qida vərdişlərinin formalaşdırılması. Bu çox önəmli məsələlərdən biridir. Çox önəmli məsələlərdən biridir. Xüsusilə erkən yaşda, 10-15 yaşında, yəni cinsi yetişkənlik dövrünə çatmış gənclərimizdə uşaqların artıq uşaqlığın son mərhələlərində piyələnmədən əziyyət çəkməsi bu çox ciddi geriyə dönməz dəyişikliklər gətirib çıxarda bilir ki, və bəzən hətta biz piyələnməni müalicə eləsək də belə yaratdığı patologiyaları aradan qaldıra bilmirik. Ümumiyyətlə, nəinki Azərbaycanda, dünyada qeyri-sağlam qidalanma vəziyyəti
müəyyən qədər narahat edici səviyyədədir. Ümumdünya Səhiyyə Təşkilatının hər 3 ildən bir yayımladığı hesabatda da, hansında ki, dünya əhalisinin sağlamlıq vəziyyəti ilə bağlı hesabatlar, statistik göstəricilər yer alır. Orada da bildirilir ki, hər il qeyri-sağlam qidalanma səbəbindən 11 milyondan artıq insan dünyasını dəyişir. Bu rəqəmlərə daha diqqətli nəzər saldıqda görmək olar ki, erkən ölümlərin 2/3-i qeyri-infeksion xəstəliklərin payına düşür. Və bu da sir deyil ki, qeyri-sağlam qidalanma bu xəstəliklərin yaranmasında başlıca səbəblərdən biridir. Sözü gedən hesabatda qeyd olunur ki, regionda 3 uşaqdan biri artıq çəkidən əziyyət çəkir, 8 uşaqdan biri isə piyələnmədən əziyyət çəkir. Qida marketinqi siyasəti də burada böyük rol oynayır və bununla da xüsusilə gənclər və yeniyetmələr arasında qeyri-sağlam qidalanma məsələləri daha aktual bir məsələyə çevrilir. Burada yalnız maarifləndirmə və təbliğat təşviqat işləri ilə nəsə əldə etmək olar. Bununla bağlı hər birimiz həm fərd olaraq, həm də nümayəndəsi olduğumuz qurumların təbliğat təşviqat işləri ilə yalnız əhalini daha bilgili, daha məlumatlı etmək, daha şüurlu qida seçimləri etməyə təşviq edə bilərik. Piyələnmə mürəkkəb və xroniki bir xəstəlikdir. Səbəbləri və onu aradan qaldırmaq üçün lazım olan tədbirlər yaxşı bilinir və güclü sübutlarla dəstəklənir. Lakin bu tədbirlər çox vaxt tətbiq olunmur. Piyələnmə bu gün dünyanın ən sürətlə yayılan və həyat keyfiyyətini pozan sağlamlıq problemlərindən biridir. Qidalanma rejimimiz mən deyərdim ki, fiziki aktivliyimiz qədər vacib məsələdir. Ürək-damar xəstəliklərinin meydana gəlməsində, ortaya çıxmasında qidalanmamız çox vacibdir. Amma yanlış qidalanmamız, sağlam olmayan tərzdə qidalanmamız nəinki ürək-damar xəstəliklərinə, xərçəng xəstəliyi başda olmaq şərti ilə insan üçün bu gün xroniki dediyimiz və ölümə, fəsadlaşmalara səbəb olan çoxlu sayda ciddi xəstəliklərə gətirib çıxarır. Piyələnmə sadəcə çox yemək və az hərəkət etmək demək deyil. Bu, bir çox sosial, iqtisadi və bioloji faktorların təsiri ilə formalaşan kompleks xroniki xəstəlikdir. Həyatımda ümumiyyətlə çox məhdudiyyət yaradır. Belə deyək, mən hansısa bir geyim mağazinə gedirəm, elə paltarlar var ki, gözüm qalır onda, geyinmək istəyirəm, amma geyinə bilmirəm. Məsələn, aşağı əyilib ayaqqabımı bağlayanda əziyyət çəkirəm. Məsələn, pilləkən biraz qalxıram, təngi nəfəs oluram. Məsələn, uşaqlarla gedirəm futbola, futbolda acana bir 15 dəqiqə acana hərəkətdə olan kimi ürəyim başlayır göynəməyə. Piyələnmə təkcə xarici görünüşə təsir etmir. Bu, ürək-damar xəstəlikləri, şəkərli diabet, yüksək qan təzyiqi, qaraciyər piyələnməsi və bəzi xərçəng növlərinin riskini artırır. Piyələnmənin gündən-günə artmasının səbəbi nədir? Burada çeşidli faktorlar var. Piyələnmənin artmasının tək bir səbəbi yoxdur. Yəni çox şaxəli səbəbləri vardır. İlkin səbəblər arasında oturaq həyat tərzini buna misal göstərə bilərik. Qida pozğunluqları, genetik faktorlar, yəni multifaktorial səbəblərdən piyələnmə gedərək artan bir sağlıq problemi halına gəlmişdir. Ən birinci özgüvənim tamamilə məhv olmuşdu sözün əsl mənasında. Zarafat deyil, 152 kilo idim və 152 kilodan 80 kiloya düşmək çox böyük bir nəticə idi. Çətinliklərim qaydanda deyəndə isə ən böyük çətinliyim mağazaya girib özümə paltar tapa bilməyəndə. Sağlamlığımda isə təngə nəfəslik. Adi bir mərtəbə nədir ki, məsəl üçün 5-ci mərtəbədə qalxıram, 5-ci mərtəbəyə qalxana qədər elə o dünyaya görə qayıdırdım. Bu çox böyük bir biabırçılıq idi. Piyələnmə ağır və xroniki gedişli bir xəstəlikdir. Bu sadəcə xarici görünüşün kök, toppuş olması demək deyil. Vaxtında profilaktik tədbirlərin aparılması sonunda çox ciddi və ağır bir xəstəliyə düçar olmamaq üçün olan ən gözəl alternativ vasitələrdən biridir. Bundan ötürü biz balanslı qidalanma, sağlam həyat tərzi və sağlam qidalanma tədbirlərinə xüsusilə diqqət yetirməliyik. Kifayət qədər ciddi xəstəliklər vardır ki, piyələnmə də bu xəstəliklər üçün bir zəmin şərait yaradır. Bunlara nələri misal göstərə bilərik? Siz də bilirsiniz. İkinci tip şəkərli diabet xəstəliyi bugün dünyada ikinci bir pandemiya səbəbidir.
Ürək-damar xəstəlikləri bu gün hələ də günümüzdə bütün dünyada ölüm səbəblərinin ön sırasında yer alır. Arterial hipertoniya xəstəliyi, qanda xolesterin yüksəklikləri, qaraciyər yağlanması kimi səbəblər. Baxıram ki, qıraqdan kənardan hamı zarafatla da olsa, o deyir, onun qarnı belədir, yekədir, kökdür. Öz içimdə biraz pis oluram həqiqətən də. Fikirləşirəm ki, belə olmaq lazım deyil. Arıqlamaq lazımdır. Və bunun üçün çalışıram, hər dəfə cəhd edirəm və buna bir son qoymalıyam mən. Çalışıram ki, özümü saxlayam, hər gün hərəkətdə oluram, hərəkət edirəm. İnsan ömrünün nə qədər olduğunu və necə yaşayacağını əlbəttə sadəcə genetik faktorlar müəyyən etmir. Bundan əlavə çoxlu sayda faktorlar var ki, insan nə qədər ömür sürəcəyini, nə qədər ömür yaşayacağını və necə yaşayacağını müəyyən edir. Biz həkimlər olaraq, təbiblər olaraq əlbəttə ki, əsas missiyamız, əsas vəzifəmiz insanların daha uzun və daha sağlam yaşamasına xidmət etməkdir. Biz nə qədər fiziki aktiv olarsak, o qədər daha uzun və sağlam yaşayacaq. Mütəxəssislər qeyd edir ki, pasiyentin bu yolda yalnız olmadığını hiss etməsi çox vacibdir. Piyələnmə ilə mübarizə uzunmüddətli prosesdir və insanı tək buraxmaq olmaz. Amma ən əsas rolu oynayan bizik, ailələr, müəllimlər, icmalar. Vərdişləri dəyişib, psixoloji insan kökündən elə bir köhnə insan olub, təzə insan doğulmaq hər kəsin əlində deyil. Hamı bunu bacarmır eləməyə. Amma ki, nəticəsi çox möhtəşəm bir şeydir. Uzun müddət məni görməyən insanlar, köhnə iş yoldaşlarım, tanışlarım, uzaq qohumlar bəzən tanımırlar və təəccüblənirlər. Ümumiyyətlə məni tanımayan insanlar isə deyəndə ki, mən nə varsa kök olmuşam, 152 kilo olmuşam, deyirlər, ola bilməz. Şəkili görsətəndə inanmırlar, deyirlər ki, ola bilməz, fəqət bu ola bilməz. Onlara sübut eləmək üçün ki, bu mənəm, məcbur olaraq tatumu görsətməyə, əlimdəki tatuları görsətməyə ki, inansınlar ki, mənəm. Sağlam həyat tərzi nədən ibarətdir? Sağlam yuxu, stressiz həyat, dinamiki balanslı qidalanma, aktiv həyat və xüsusilə belə deyək, günün ikinci yarısında aktiv hərəkətli idman növlərindən istifadə etməkdir. Əgər bunlar olarsa, əlbəttə biz piyələnmə xəstəliyinə qalib gələ bilərik. Sağlam qidalanmanı seçmək, uşaqlarımıza nümunə olmaq, hərəkəti həyat tərzinə çevirmək. Bütün bunlar fərdi səviyyədə ediləcək güclü addımlardır. Və sağlamlıq tək xəstəliyin olmaması və qüsurun olmaması demək deyildir. Sağlamlıq həm fiziki, həm ruhi, həm sosial rifah olan bir vəziyyətdir. Sağlam bədəndə sağlam ruh olar. Sağlam gələcək üçün birlikdə hərəkət etməliyik. Bu gün atılan addım sabahın həyatını xilas edə bilər.